Deputat Azərbadamov Moskva aeroportunda saxlanılıb. Hadisə bugün Azərbaycan nümayəndə heyəti Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü ilə əlaqədar tədbirdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanması zamanı baş verib. Belə ki, heyətin tərkibinə daxil olan deputat Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reisinə minməyə icazə verilməyib. Bunun ardınca isə onun ölkəyə girişinə qadağa qoyulduğu bildirilib. Deputat Azərbaycana geri qayıdıb. Məsələ ilə bağlı Xarici İşlər Nazirliyindən Xəzər xəbərə bildirildi ki, Azərbaycanın Rusiyadakı səfirliyi vasitəsilə Rusiya Xarici İşlər Nazirliyi ilə əlaqə saxlanılıb. Nümayəndə heyəti Bakıdan Moskvaya uçmasına baxmayaraq, Rusiya tərəfi hər hansı bir ilkin xəbərdarlıq və ya məlumat vermədən heyətin tərkibində olan millət vəkili Azərbadamovu Moskvada hava limanında saxlayaraq onun ölkəyə girişinə qadağa qoyulduğunu bildirib. O bir müddət Moskva hava limanında gözlədildikdən sonra ölkəmizə geri qaytarılıb. Məsələ ilə əlaqədar dərhal Rusiyadakı səfirliyimiz vasitəsilə Rusiya Xarici İşlər Nazirliyi ilə əlaqə saxlanılıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi məsələnin araşdırılacağını bildirərək bu qərarın səbəbləri barədə izahat verməyib. Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir. Məsələ ilə əlaqədar Rusiya tərəfindən tutarlı izahat veriləcəyini gözləyirik. Politoloq İlyas Hüseynov deyir ki, Rusiya tərəfinin bu addımı Azərbaycanla Rusiya arasındakı münasibətlərə xələl gətirir. Azərbaycanın millət vəkili Azərbaycanın Moskvada saxlanılması və deport edilməsi Rusiya və Azərbaycan arasında münasibətlərə də xələl gətirir və eyni zamanda nəzərə almaq lazımdır ki, Rusiya ilə Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə də imzalanmışdır və bu hadisə müttəfiqlik münasibətlərinin ruhuna da ziddir. Və eyni zamanda Rusiya tərəfindən Azərbaycanla münasibətləri normallaşdırmaq, yumşaltmaq istiqamətində atılan jestlər və səfərlər fonunda bu addımı məntiqlə anlamaq çox çətindir. Ehtimal edilir ki, Rusiya tərəfi Azərbaycan xalqını və dövlətini təhqir edən açıqlama ilə çıxış etmiş Valuyeva media müstəvisində verdiyi açıqlamalara görə deputat Azərbadamovu qara siyahıya salıb. Aynurə Xudaverdiyeva, Aytən Fehruz, Xəzər xəbər.